Xoş gördük əziz dinləyicilər. Əsla mən sizi yormaq istəmirəm. Amma yəqin ki, başa düşərsiniz ki, bu günləri bütün dünya İran və İsraildən danışır. Və sizə bir maraqlı bir faktoru izah eləməyə çalışacağım və xahiş edirəm sizlər də düşünün. Bütün İslam dünyasını düşünün. Bugün İslam dünyası üçün narahat olan insanlar düşünün. Bu günləri öz bölgəsi üçün narahat olan insanlar siz də düşünün. Bu günləri dünyanın bu vəziyyəti üçün narahat olan insanlar siz də düşünün. Baxın, bu günləri məlumat yayılıb ki, və bugün bütün Amerikanın qəzetləri, jurnalları, mediası tirajlayır ki, Donald Trump Əli Xamneyinin öldürülməsini qadağan qoyub İsrailə. İsrailə bildirib ki, mən qadağa qoyuram, o kişini hələ öldürmə. Baxın, İran dövləti görün hansı vəziyyətdədir ki, Donald Trump deyir ki, öldürmüyor. Bu hansı mesajdır? Bu o mesajdır ki, sən bizim əlimizdəsən. Bu o mesajdır ki, bizim səni öldürməyimiz çətin bir şey deyil. Sadəcə olaraq gözləyirik. Dediyim kimi, sadəcə gözləyirik. Biz səni öldürə bilərik, sənə şans vermişik. Hələ yaşa. İndi bunu qoyuram bir kənara. Bu haqda artıq düşünərsiniz. Bu bir mesajdır və Amerika bütün mediasında yayılıb. Baxın, 86 milyonluq qədim o indiki İran ərazisi 86 milyonluq insanın taleyi 86 yaşlı kişinin əlindədir. 86 milyonluq insanların taleyi, uşağı, böyüyü 86 yaşlı ağıl, bəlkə də ağlı olmayan, bəlkə də başı xarab olan bir insanın əlindədir. Bax, bunun adı nədir? Bunun adı diktaturadır. Diktatura belədir. Diktatura bir şəxsə bağlı olan 80 milyonluq, 86 milyonluq bədbəxtçiliyi deməkdir. Diktatura budur. Bu günləri yalnız diktator dövlətləri vururlar və diktator dövlətləri vurduqda orada yaşayan milyonlarla insan bu gün əziyyət çəkir. Bu gün Suriyanı o vəziyyətə salan diktator Bəşər Əsədidir. Bu gün İraqın o vəziyyətə düşməsinin səbəbi diktator Səddam Hüseynidir və yaxud da ki, Əfqanistan bu siyahını uzatmaq da olar. Baxın, diktatura görürsünüzmü nədir mənim əzlərim? Bu günləri İranı o kökə qoyan diktaturadır. İsrail deyil, İsrail bugünkü pərdədir. Baxın, bu günləri bir anlıq gəlin sizdən çox rica edirəm, düşünün. Bugün İran bir balistik raket atsın və inşallah getsin, düşsün Netanyahunun başına və Netanyahu ölsün. İsrail sistemi dağılacaqmı? Xeyr, qəti surətdə. Netanyahu gedəcək, bir başqası onu yerinə gətirəcək. Netanyahunun ölümü, inanın mənə, zərrə qədər də olsun, İsrail dövlətinə sistemini dəyişməyəcək, orada bir xaos yaratmayacaq, orada bir iqtisadi gerilim və embargo və yaxud da ki, iqtisadi default yaratmayacaq. Amma bugün 86 milyonluq İran xalqı və 1,7 milyonluq İran ərazisi 86 yaşlı kişinin halına qalıb. 86 yaşlı kişini bugün vurub öldürsələr, o boyda İranın dağılması an məsələsidir. 79-cu ildən bəri qurduqları dövlət budur. Sistem budur, feodalizm quruluşu, diktatura quruluşu. Allahın sevmədiyi bir quruluş. Allah Quranda müvafiq ayədə buyurur ki, möminlər o şəxslərdir ki, işi iş bilənə verirlər, işi öz əhlinə verirlər. Amma bugün 86 milyonluq bir dövlətin idarəçiliyini bir mollaya veriblər. Sən iş əhli deyilsən, sən dindarsan, sən ruhanisən, ged ruhaniliyini elə. Qoy siyasəti siyasət bilənlər etsin. Qoy dövləti xalq idarə etsin. Demokratiya xalq hakimiyyətidir. Dövləti xalq idarə etdikdə inanın mənə, heç vaxtı İsrail cürət edib o xalqın başına bomba yağdıra bilməz. And olsun Allaha. Səmimi deyirəm. O dövləti ki, xalqı idarə edir, heç vaxt Amerika ora bomba ata bilməz. Çünki orada xalq var, 86 milyonluq xalq çıxar, sənin anavı ağladar. Amma bugün Netanyahu özündə güc tapıb İran xalqına müraciət edir ki, ey türklər, ey kürdlər, ey bəluclar, qalxın İran dövlətini dağıdın. Niyə bu qeyrət onda var? Netanyahu, bilirsiniz niyə? Çünki bilir ki, İran dövləti diktatordur və xalqı ona nifrət edir. Çünki onu xalq seçməyib, bunu Netanyahu çox gözəl bilir. Amma Netanyahu onu xalq seçib.
Ona görə o cürəti özündə tapa bilir. Əgər bugün İranda bir demokratiya olsaydı, sizcə İsraildə kimsə cürət eləyib bu sözü deyə bilərdimi? İran xalqına müraciət eləyə bilərdimi? Onu buna vadar eləyən odur ki, o bilir o diktatordur və bilir ki, İran xalqı bu 86 yaşlı bir ağılın qurduğu dövlətə nifrət eləyir. O Sepah Xaşqaşi hərəkatıdır. Xaşqaşi hərəkatının davamıdır. Sepah ancaq narkotik satmaqla məşğuldur ölkədə. Bunu bilir. Baxın, ona görə də mənim əzlərim, mən demokratiyadan danışdıqda buna görə deyirəm. İslami quruluş demokratiyadır. Çünki Allahın Quranda buyurduğu kimi işi iş bilənə tapşırmaq, işi əhlinə verməyi Allah bizdən tələb edir. Ona görə də siyasətlə xalq məşğul olmalıdır. Xalq seçməlidir, xalq götürməlidir. Bugün Netanyahunu öldürsəz, İsrail siyasətində heç nə dəyişməyəcək. İsrail iqtisadiyyatına heç nə olmayacaq, bir başqası gələcək, eyni siyasətə davam etdirəcək. Amma bu günləri İran boyda bir məmləkət 86 yaşlı kişinin ölümünə bağlıdır. Bəlkə də onu öldürdükdən sonra o boyda dövlət dağılacaq. Baxın, bu diktaturadır. Diktatura ölkələrində yaşayan xalqlar, nəhayət ayılın, nəhayət özünüzə gəlin, bunlardan dərs çıxardın və bugün İslam dünyasının yalnız bir düşməni var. Diktatura, xilafət. Çünki Allahın sevmədiyi bir quruluşdur. Bugün İslam dünyasının düşmənini İsraildə, Amerikada axtarmayın. İçinizdədir. İçinizdə olan diktatorlar, içinizdə olan xəlifələr sizin və Allahın ən böyük düşmənidir. Təşəkkürüm diqqətinizə görə.